Salam aleykum, hər vaxtınız xeyir olsun inşallah. Dəyərli izləyicilər, bu gün Saray qəsəbəsində asfaltın üstündə birinci yer. Asfaltın üstündə birinci yer, təzə yolun düz üstü. 3 otaqlı ev, tam əşyalı, 5 sotun içərisində. Deməli, dəyərli izləyicilər, evimizdən 2 dənə əşya götürüləcək. Bir xaladenlik, bir də televizor. Çıxarışı kənd təsərrüfatı təyinatlıdır. Dəyərli izləyicilər, evimiz tam dolu şəkildə satılır. Gördüyünüz kimi evimizin mətbəxidir. Burada nə görürsünüzsə evin içində əşyalı. Bax, belə şeylər, belə evlər az düşür. Bax, evin koridorunu bir dənə çəkin. Çox insan istəyir ki, koridoru biraz geniş olsun, görürsünüz koridorun genişliyin. Və gəlin, mətbəxdən çəkişə başladıq. Buradan sanitar qovşağını ayrı-ayrı təqdim edeyim sizə. Zəhmət olmasa bir dənə sanitar qovşağını çəkin. Deməli, dəyərli izləyicilər, gələndə tam ətraflı baxarsınız, videonu çox uzatmıram və evimizin gördüyünüz kimi bir dənə yataq otaqdır, spalnidir, böyük otaqları, desk otaq adında bir şey yoxdur, həqiqətən çox genişdir. Kombisi var, evimizin olmayan şeyi yoxdur. Hər bir şey, bütün kommunalları mövcuddur, bütün kommunalları. Ailə yaşayır hal-hazırda evimizdə. Yəni bu evin içərisində də nə bilim nəmişlik filan, işıqlandırması biraz zəifdir. Onda özünüz lampuçkanı böyüdüb işıqlandırarsınız. Hər bir şey bu evin içində mövcuddur. Düz asfaltın üstündə də, yəni 1 metrdə belə asfaltdan içəri girmirsən. Ay maşallah. Evimizin qonaq otağıdır, dəyərli izləyicilər. Gördüyünüz kimi tam əşyalı satılır. Real alıcı ilə qiymətdə ev sahibi özü razılaşacaq. Evimizin start qiyməti 80.000 manatdır. Tam əşyalı şəkildə, fikri ciddi olanlar əlaqə saxlayacaq. Keçir indi sizə həyəti göstərək. Zəhmət olmasa gəl qardaş. Dəyərli izləyicilər, bax bu evimizin həyətidir, gördüyünüz kimi. Bax həyətin metlaq, burada gülləri özü üçün tikilmə evdə. Yəni bax darvaza yeri belə abrüsovka ilə qəşəng səliqəli. Həyətin özü belə, evin özü belə. Yəni çox gözəl proyektdə. Bax bu həyətimizin evin həyətinə olan, aid olan sanitar qovşağıdır. Baxın, evimizin havalandırma demakotlar kimi, yəni evi bir dənə təmiz qıraqdan götür. Gördüyünüz kimi dəyərli izləyicilər, yəni evin şapkasına kimi hər bir şeyi mövcud. Gəl bura. Deməli, dəyərli izləyicilər, evimizin arxasında, bax bu tikilinin arxasında bir dənə otaq var, təmirsizliyi göstərəcəm. Nə görürsünüzsə həyətdə, bax, gəl bura, burada da bir dənə həyət üçün letni qəşəng mətbəxi var, dəyərli izləyicilər. Və orada da, burada mətbəxdə nə istədin? Burada da açdın bir dənə süfrə qəşəng, ləzzətli oturdun, yedin, içdin. Balı bir dənə çək. Dəyərli izləyicilər, mən yəni sizə tam ətraflı göstərirəm. Evin arxasına da keçid eləmək olur. Gəl bura göstərək orada. Evin arxasında da qəşəng toyuqlar, toyuqcuda saxlamaq üçün qəşəng əlverişli şəraiti var. Baxın, dəyərli izləyicilər. Evin arxasında da bir dənə qəşəng əlqamısı var. Burada qəşəng toyuqcuda saxlamaq üçün qəşəng var. Müştəqlar deyəsən buraya. Evimizin arxasında da maşallah burada da əldamıdır bir dənə, dəyərli izləyicilər. Bir dənə də otağımız var, təmirsizdir. Onu da nə istəsiniz, ola bilər. Maşallah genişdir ya. Bax, buradan da havalandırmağa çək, gör necə burada havalandırma qoyurlar evin altına. Hatta həyətin çəninə kimi var ha, dəyərli izləyicilər. Həyətimizin çəninə kimi. Düzdür, Saray qəsəbəsində qazdır, sudur, işıqdır, bu cürlə problemlərlə həyatı boyu rastlaşa bilmərsiniz də yəni. Bax, görürsünüz dəyərli izləyicilər. Super. Bu da təmirsizdir, əldamı kimi və s. necə istəsəz buradan mətbəxə də qapı aça bilərsiniz. 80.000 manat gözəl sunmadır. Tam əşyalı, fikri ciddi olanlar inşallah əlaqə saxlasınlar. Salam aleykum.